Salam, mən mədəniyyət könüllüsü Sona. Lakanik rubrikası ilə qarşınızdayım. Bugünkü qonağımız gənc və sevilən aparıcı Abbas ağa Əlizadədir. Xoş gəlmisiniz. Xoş gördük, hər vaxtınız xeyir olsun. Qaydaları yəqin ki bilirsiniz, yenə də xatırlatma edim. Xatırladıq. Sizə verdiyim suallara 3 dəqiqə ərzində lakanik cavablar verməlisiniz. Yəni 3 dəqiqəni keçmək olmaz. Bəli. Yaxşı, çalışacağam. Hazırsınız? Hazıram. Başlayaq. Başlayaq. Bir aparıcı üçün ən vacib bacarıq. Utanmamaq, həyəcanlanmamaq və öz fikrini yerində ifadə etməyə bacarmaq. Səyahət etmək yoxsa evdə qalmaq? Səyahət etmək. Efirdə ən çox hansı mövzuda danışmağı sevirsiniz? Fərqlidir mövzular, konkret bir mövzu olmur. Karyeranızda sizi ən çox nə yorur? Yoran bir şey yoxdur, ona görə də mən bu işdəyəm. Ən çətin müsahibənizi xatırlayırsınızmı? Çox vaxt rəsmilərlə alır. Efirdə başınıza gələn ən gülməli hadisə? Bəlkə də kənardan gülməlidir, amma həmin zaman çəkiliş gedə-gedə yuxarıda işıqlardan birinin partlaması. Sevdiyiniz proqram növü? Fərqlidir, bu əhvalından asılıdır. Əyləncəli də ola bilər, maarifləndirici də ola bilər. İlk efiriniz nə vaxt olub? İlk efirim təxmini 1-ci sinifdə oxuyurdum onda. Aparıcılıqdan başqa yönələcəyiniz ikinci sahə? Yoxdur. Macəra dolu həyat yoxsa sakit həyat? Macəra dolu həyat. Ən çox istifadə etdiyiniz nəqliyyat növü? Hazırda taksi. Sevdiyiniz film? Film. Konkret bir film yoxdur, amma psixoloji dram janrında filmlər daha çox maraqlıdır. Canlı yayımın çətinliklərini 3 sözlə ifadə edin. Məsuliyyət birinci, ikinci müəyyən qədər iti zəkalı və hazır cavab olmaq. Verilişinizdə görmək istədiyiniz 2 qonaq? Düzü görmək istədiyim qonaqları sağ olsunlar dəvət edirəm, gəlirlər. Hələ ki belə intizarla saxlayan qonağımız olmuyor. Sizə verilmiş ən yadda qalan məsləhət? Məsləhət soruşmadan kiməsə məsləhət verməmək. Sizi hər zaman motivasiya edən bir söz? Sakitlik. Kitab yoxsa film? Film. Hərəkətli yoxsa sakit musiqi? Hərəkətli musiqi, amma hərdən bu əhvaldan da ola bilər. Sevdiyiniz milli yemək? Dolma. Hobbiniz? Üzgüçülüyə getmək. Ən çox istifadə etdiyiniz söz? Təbii ki. Efirdə başınıza gələn ən gözlənilməz hadisə? Gözlənilmədən deyilən fikirlərdir. Qulaqlığa, ard-arda gözlənilmədən gedişatın dəyişməsidir. Səyahət etmək istədiyiniz ölkə? Arzusunda olduğum ölkə yoxdur, amma düşünürəm ki, bir çox ölkəni gəzmək lazımdır. Ən çox bəyəndiyiniz xüsusiyyətiniz? Tələskən olmağım. Güc yoxsa zəka? Zəkalı güc. Sizi xoşbəxt edən bir şey? Təbiət. Vaxtımız bitdi. Bitdi. İndi isə sizə son sualımızı verim. Mədəniyyətə necə könül verirsiniz? Mədəniyyətə sevərək könül verirəm əslində. İştirak etdiyim mədəni layihələr də bunun bariz nümunəsidir. Mən orada könül verməyə daim hazıram. Yetər ki, mədəniyyətimiz inkişaf eləsin. İndi isə mədəniyyət könüllüləri adından sizə kiçik bir sürprizimiz var. Mədəniyyət könüllümüz Şükürzadə Şükranənin öz əsəridir. Özdə eyni pencək deyib bu. Təsadüfə baxın. Təşəkkürümü bildirirəm Şükranə xanıma. Çox sağ olsun. Çox gözəl də oxşadıb özdə. Əllərinizə sağlıq. Suallara lakanik cavablar verdiyinizə görə təşəkkür edirəm. Mən sizə təşəkkür edirəm. Ümidvaram ki, sualların cavablarını əhatə edə bildim. Sizi qane elədi əsas olsun. Bəli, elədi. Bəli dostlar, bugünlük bu qədər. Bəs növbəti qonağımız kim olsun? Rəylərdə bildirərsiniz. Hələlik. Hələlik.